Gender bərabərliyin ciddi sürətdə pozulduğu bir sahə var. Bu orta məktəblərimizdir. Orta məktəblərimizdə kişi müəllimlərin sayı həddən artıq azdır. Düzdür, bunun müxtəlif səbəbləri olar, müxtəlif təkliflər eləmə. Amma bu məsələni mən hesab edirəm ki, öz həllini tapmalıdır. Və bu təkcə bir nazirliyin və yaxud da bir neçə qurumun məsələsi deyil. Bu ümumilikdə hamının məsələsidir. Mən nə təklif eləyərdim? Təklif eləyərdim ki, məktəb direktorunun müavinlərini biz xüsusi olaraq kişi müəllim olsun. Düzdür, bu qanunda öz əksini tapmasın, amma bununla belə olar. Və yaxud da ki, məktəbdə bir psixoloq yox, 2 psixoloq olsun. Qadın psixoloq və kişi psixoloq. Və onlara da sadəcə psixoloq yox, məktəb direktorunun müavinləri ştatı verilsin. Yəni, bu kişi faktorunun gənclərin tərbiyə edilməsində böyük təsir olar. Düzdür, gənclərimiz təkcə məktəbdə deyir, ailədən, mühitdə tərbiyə olunurlar. Bugünkü reallıqda tərbiyə olunurlar. Amma nəzərə alsaq ki, məktəblər həyatlarının əhəmiyyətli bir hissəsini məktəbdə keçirirlər və orada kişi təsiri əlbəttə ki, onların düzgün tərbiyə edilməsində böyük rol oynayardı.